Deməli, ananın 15 manat pulu var idi. Ananın 15 manat pulu var idi. O qiyməti 8 manat olan çanta, və qiyməti 4 manat olan karandaş aldı. Ananın nə qədər pulu qaldı? Nə qədər qaldı? 3 manat qaldı. Necə hesabladın? Mən siz dediniz ki, ananın 15 manat pulu var. Bilirik, məlumdur ki, 15 manat pulu var. 8 manata çanta alıb, 4 manata da karandaş alıb. Birincisi 15-dən 8-nə çıxmalıyam, qalacaq 7. 7-dən də 4-ünü çıxmalıyam, qalacaq 3 manat. Aha, çox gözəl. Amma orada unutduğum bir şey var. Manat işarəsi. Ay, manat işarəsi. Buyur Flora, sən izah elə. Ananın 15 manat pulu var idi. Bu bizə məlumdur. Çanta 8 manat idi. Karandaş isə 4 manat idi. Ana hərəsindən bir dənə aldı. Onda 8 ilə 4-ü topladım 12. İkinci məsələm isə İkinci addımın isə İkinci addımım isə 12-dən 15-dən 12-ni çıxıram 3 manat qaldı. Hər birinizə təşəkkür edirəm. Hər biriniz müxtəlif üsullarla elədiniz. Düzdür? Flora addımlarla, sən isə birbaşa şəkildə təşəkkür edirəm.